Əgər sizdə şəkər xəstəliyi varsa, xüsusən də ayaqlardakı yaralanmalara diqqət yetirmək lazımdır. Əgər bu yaralanmalar vaxtında fərqinə varılmazsa, daha ağır gedişatla əvvəlcə qanqrena və pis halda ayağın kəsilməsi nəticələnə bilər. Niyə görə şəkər xəstələri? Çünki bu zaman sinir sistemi qanda yüksək miqdarda olan şəkərin təsirindən uzun vədədə zərər görür. Xüsusən də bizim bədənimizin uc nöqtələrində, məsələn, əllərimizdə, ayaqlarımızdakı sinirlər, hansı ki buna periferik sinirlər deyirik, zədələnir. Və bu artıq xəstənin, əziyyət çəkən şəxsin ağrı hiss etməməsinə səbəb olur. Yəni təsəvvür edin ki, bir şəxs ayağını harasa vurur, yaxud da ayağı kəsilir, amma o bunu hiss eləmir. Çünki həmin bu sinirlərin zədələnməsi nəticəsində artıq hissiyatda yoxa çıxmağa başlamışdır. Buna görə də, əgər siz şəkərdən əziyyət çəkirsinizsə, vaxtında yaxşı olar ki, hər gün ayaqlarınızı bir gözəl baxışla müayinə edin. Görək hardasa kəsik varmı və yaxud da harasa dəyibmi, ya da qızartı, qaralma, ya da rəng dəyişikliyi və yaxud dərinin strukturunun pozulması varmı? Əgər bunlar varsa, vaxtında həkimə müraciət etmək lazımdır ki, lazımi tədbirlər görülsün. Çünki şəkər xəstəliyində onsuz da həm damarların zədələnməsi, həm sinirlərin zədələnməsinə görə zaten yaraların, belə deyə, sağalması uzun müddət çəkir. Əgər bu yaralar dərinləşərsə, daha da vəziyyət pisləşə bilər, hətta yara sağalmaya bilər. Ona görə də gündəlik ayaqlarınıza nəzarət etmək, özünüzü mümkün qədər belə xırda, cüzi yaralanmalardan qorumaq çox-çox önəmlidir.